Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən IELTS qeydiyyat və imtahan mərkəzində növbəti kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. İmtahan Britaniya Şurasının mütəxəssislərinin birbaşa iştirakı və mərkəzin təşkilatçılığı ilə keçirilib. İmtahanda iştirakçıların danışıq, dinləmə, oxu və yazma bacarıqları yoxlanılıb. Bütün imtahanlarda olduğu kimi bu növbəti imtahanımızda da istər Naxçıvan Dövlət Universitetində ingilis dili ixtisaslarda və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimlərimiz, tələbələrimiz, orta məktəb şagirdləri və Muxtar Respublikamızda fəaliyyət göstərən müxtəlif müəssisələrin əməkdaşları iştirak etmişlər. Naxçıvan Dövlət Universitetində tədrisin təşkilində iştirak edən, həmçinin tədris prosesinə xarici dilli ixtisaslarda dərs deyən ingilis dili müəllimlərinin mütəmadi olaraq öz peşəkarlığını artırmaq məqsədi ilə xarici dil bacarıqlarının yoxlanmasının da xüsusi bir əhəmiyyəti vardır. Bugünə kimi IELTS imtahanlarına 300-ə yaxın iştirakçı qatılıb. 30 nəfər namizədin iştirakı ilə mərkəzimizdə kompüter əsaslı akademik IELTS imtahanı keçirilmişdir. Namizədlər arasında universitetimizin fərqli ixtisaslarında təhsil alan tələbələrlə yanaşı, müəllim heyətindən namizədlər, həmçinin digər müəssisələrdən doktoranturaya müraciət edəcək namizədlər də iştirak etmişdir. İmtahan 2 gün nəzərdə tutulmuşdur. Müəllimlərin peşə bacarıqlarının artırılaraq günün tələbinə uyğunlaşdırılması, həmçinin dil biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyan IELTS imtahanları imkan verir ki, universitetdə ingilis dilli ixtisasların sayı daha da artsın. Naxçıvan Dövlət Universitetində belə bir imtahan mərkəzinin olması çox böyük üstünlükdür. Əvvəlcə biz IELTS imtahanı vermək üçün Bakı və yaxud da ki, digər şəhərləri üst tutmalı olurduq. Bu həm bizim belə deyək, həm vaxtımızda, həm də resursumuzda qənaət elədi. Beynəlxalq imtahanlarda iştirak etmək və öz biliklərimizi təsdiq etmək bizim üçün vacibdir. Bununla da biz zəif nöqtələrimizi müəyyən edə bilir və özümüz üzərində daha da yaxşı işləyib, nəticələrimizi daha da yaxşılaşdırmaq imkanımız vardır. Qeyd edək ki, əldə edilən nəticələr arasında 6.5 bal və daha yüksək nəticə göstərən tələbə və müəllimlərə ödəniş geri qaytarılır ki, bu da iştirakçılar üçün əlavə motivasiya yaradır. Fəxriyə Səyyadova, Musa Süleymanov, Akşin Məhərrəmov, NTV Xəbər.